Rusiyanın davranışı göstərdi ki, Azərbaycan və Türkiyə Güney Qafqazdakı mənzərəni tamamilə Rusiyanın istəmədiyi istiqamətdə dəyişiblər. Rusiya bunu həzm etmək istəmirdi. Bizim sərnişin təyyarəsinin vurulması, sonra Rusiyanın Azərbaycandan üzr istəmək əvəzinə cəfəngiyyatlar danışması, Azərbaycana təzyiq edilməsi, kiber hücumlar təşkil edilməsi, soydaşlarımıza qarşı orada törədilən vəhşiliklər, etnik Azərbaycanlıların biznesinə əl qoyulması, Ukraynada bizim enerji obyektlərimizə vurulan zərbələr və s. bütün bunlar Rusiyanın istəkləri idi ki, Azərbaycanı mən səni cəzalandıraram, mən sənə ağır zərbələr vuraram deyə mütləq Rusiyanın təsir zonasına qayıtmalısan və Rusiyanın maraqlarını Güney Qafqazda nəzərə almalısan kimi bir havaya girmişdir Rusiya. Amma gördü ki, Azərbaycan çox möhkəm dayanıb torpağın üstündə. Azərbaycan ərazi bütünlüyü təmin edib, Rusiyanın buradakı argumentlərin dartıb Rusiyanın əlindən alıbdır. O imperiya mexanizmlərin erməni separatizminin kökündən çıxardıb tarixin küllüyünü atıbdır. Rusiyanın sülhməramlı adlandırılan işğalçı qüvvələrini Azərbaycandan çıxarıbdır. Azərbaycan şaxəli bir siyasət aparır. Azərbaycanın Avropa İttifaqının enerji təminatçısı, təchizatçısı rolunda çıxış etməsi ortadadır. Türkiyə, Azərbaycan hərbi siyasi ittifaqı mövcuddur və bir ildə Türkiyə ilə Azərbaycan arasında 25 hərbi təlim keçirdilir. Azərbaycan ən müasir orduya malikdir və Azərbaycan iqtisadi cəhətdən Rusiyadan tamamilə azaddır, heç bir asıllığı yoxdur. Üstəlik də Güney Qafqazda Azərbaycan Ermənistanı Azərbaycanın Qarabağ daxil olmanın ərazi bütünlüyünü tanımasına məcbur etməsi, Azərbaycanın qoyduğu şərtlər daxilində 17 maddə üzrə 8 avqust 2025-ci ildə Vaşinqtonda sənədin paraflanması və Donald Trump'ın iştirakı ilə üçtərəfli bəyanatın imzalanması və nəhayət Zəngəzur dəhlizinə Amerikanın əl qoyması. Bu, Azərbaycanın, Türkiyənin və Birləşmiş Ştatların apardığı siyasətin nəticəsi idi. Bu, Azərbaycan prezidentinin əldə etdiyi ən nəhəng qələbələrdən biridir, Züleyya xanım. 44 günlük savaşda bizim əldə etdiyimiz qələbə qədər Zəngəzur dəhlizinin açılması o qədər möhtəşəm bir zəfər sayılır. Çünki Azərbaycan Güney Qafqazı savaş meydanından barış meydanına çevirdi. Azərbaycan indi Güney Qafqazı çox cazibədar investisiya mühitinə çevirməkdədir. Türkistanda yaşayan 80 milyon Türk müsəlman toplumunun qapılarını açdı Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması ilə Avropaya. Azərbaycan indi Avropa, Asiyanı birləşdirir. Azərbaycan bundan sonra nə addım attı? Qazaxıstanla unison hərəkət etmək üçün, infrastruktur layihələrin birlikdə sürdürmək üçün Cənab Prezidentin Qazaxıstan görüşü oldu və çox möhtəşəm bir razılaşma əldə edildi. Çünki Züleyya xanım, Pekindən Londona qədər uzanacaq orta dəhlizin, Transxəzər dəhlizinin əsas o körpünün iki dayaq məntəqəsi var. Biri Azərbaycandır, biri Qazaxıstandır. Bizim logistik qovşaqlarımızın gücü, potensiyalı buna yetməlidir. Putin anladı ki, Azərbaycan da, Ermənistan da, Türkistan da onun əlindən və Rusiyanın total nəzarətindən tamamilə çıxmaqdadır. Bu proses gedir. Ona görə də o düşənbədə Azərbaycan prezidentinin qarşısında o qıvrılaraq özdə bəraət axtarmaq şərti ilə üzr istədi. Yenə hadisələri öz bildiyi kimi təsəvvür etməyə çalışdı. O qıvrılırkən bizim prezidentimiz necə şax, necə qürurla oturduğun bütün dünya gördü. Jestlər belə hər şeyi ifadə edirdi görüşdə. Əlbəttə. O vücud dili ilə hər şey çox açıq şəkildə izah edildi. Və Putin anladı ki, artıq Azərbaycanı təzyiq etmək mənasızdır. İndi Avropa ilə, Qərb ilə iplərin, sapların qoparmış Rusiya, Azərbaycan və Türkiyə hava və su kimi gərəkdir. Yol hardan keçməlidir? Şərqə Azərbaycanla. Şimal dəhlizi Hindistanla Peterburqu hardan birləşdirməlidir? Dəniz yolu ilə İrana, İran və Azərbaycan üzərindən Peterburqa. Yəni Azərbaycandan bugün vaz keçə bilməz Rusiya. Onu anladılar. Və Qazaxıstan görüşündən sonra isə dərhal o telefon açıldı Cənab Prezidentə və təbii ki, Rusiyanın indiyə qədər kiminəsə üzr istədiyini görməmişdik. Malayziyanın Boeing'ini vurdular, dedilər biz eləməmişik.
Sonra Polşanın bütün hökumət nümayəndələrini, prezidentin ailəsi də olmaq şərti ilə o təyyarəni qəzaya uğratdılar. Nə üzr istəmədilər, nə saymadılar, nə araşdırmanı aparmağa qoymadılar. Azərbaycan isə məcbur elədi ki, Rusiya üzr istəsin. Məcbur elədi ki, Rusiya bütün dünyanın gözü qarşısında öhdəlik üstünə götürsün ki, kompensasiya ödəniləcəkdir. Həm orada zərər çəkmişlərin ailələrinə və özlərinə, həm də azala. Digər tərəfdən də Rusiya xatırlayırsınız, bir sığorta ödənişini də biz güya kompensasiya ödəmiş kimi bir oyun da attılar ortaya. Gördülər ki, Azərbaycanın o sərt tutuşundan yaxalarını qutara bilmirlər. Üzr istədilər. Məcburdular. Azərbaycan kimi bugün post-sovet məkanında müstəqilliyi Azərbaycan kimi yerinə oturtmuş ikinci dövlət yoxdur. Və son cümləmi söyləyirəm bu sualla bağlı. Buyurun. Əlbəttə ki, o zənglər çox olacaqdır. Əlbəttə ki, Rusiya istəyəcəkdir ki, Ermənistanın ərazisindən keçəcək. Baxın, ermənilər bugün Rusiya ilə birlikdə bu kombinasiyanın üzərində baş sındırırlar. Axı, Ermənistanın bütün dəmir yolları Rusiyanın Cənubi Qafqaz dəmir yolları şəbəkəsinin tərkibindədir. Rusiya indi çaba göstərir ki, Zəngəzur dəhlizinin itirdiyi kompensasiya eləsin. Nə ilə? Həmin 43 kilometrlik bizim Zəngəzur dəhlizi Trump marşrutu gəlsin Naxçıvanın ərazisində, Naxçıvana girişdə budaqlansın və Ermənistanın ermənilər Meğri ilə Gümrünü Naxçıvan ərazisindən keçməklə birləşdirsinlər dəmir yolu. O dəmir yolu yoxdur. 500 kilometrlik. Və bu da mütləq Rusiyanın nəzarətində olsun. Çünki Gümrü, bunlar Rusiyanın 102-ci hərbi bazası oradadır. Türkiyənin sərhədindədir. Və ona görə də indi Putin əlbəttə ki, çaba göstərir ki, heç olmasa orada iştirak edə bilsin. Amma təbii ki, indi paralel olaraq həm Azərbaycanda, Züriyə xanım, həm Ermənistanda Rusiyanın casus şəbəkəsinin sökülməsi prosesi gedir. Azərbaycanda Ramiz Meytev olayı Rusiyanın casus şəbəkəsinin Azərbaycandan sökülüb atılması prosesidir. Çox ciddi tarixi bir prosesdir. Ramiz Meytev bir şairdir. O kökündən dartılıb qopardılanda 100-lə, 1000-lə onun budaqlanmalarını görəcəyik biz. Digər tərəfdən Ermənistanda Erməni kilsəsi ilə Paşinyanın siyasi, ideoloji boğuşması, savaşı, orada da Rusiyanın agentura şəbəkəsinin sökülməsi prosesidir. Ona görə Putin məcburdur Azərbaycan prezidentinin hüzuruna gəlsin, məcburdur o qıvrıla danışsın, məcburdur bizim prezidentə tez telefon açsın ki, Rusiyanın burada heç olmasa istəkləri minimal şəkildə təmin edilə bilsin.